Bugünkü mövzumuz Məhəmməd Füzulinin Məhəbbət Dünyası. Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və ədəbi dilinin inkişafında müstəsna xidməti olan misilsiz bir sənətkardır. Fars və ərəb dillərində də dəyərli əsərlər yaradan şair, doğma ana dilinə daha artıq diqqət yetirmiş, ən samballı əsərlərini Azərbaycan dilində yazmışdır. Avropa alimlərinin heyrətlə qəlb şairi, şərqdə doğan günəş adlandırdıqları bu böyük sənətkarın zəngin irsi sərhəd tanımır, 100 illərin sınağından çıxır, oxunur, sevilir və yaşayır. Füzulinin əsl adı Məhəmməd, atasının adı Süleyman olmuşdur. Füzuli isə onun təxəllüsüdür. Bağdadda anadan olduğu ehtimal olunur. Bəzi qaynaqlarda o, Molla Məhəmməd Bağdadi kimi də təqdim olunur. Şair uzun müddət Kərbəlada yaşamış, orada da dəfn olunmuşdur. Qitələrinin birində Füzuli deyir: "Ey Füzuli, məskənim üçün Kərbəladır şeirimin. Hörməti hər yerdə vardır, xəlq onun müştağıdır. Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvarıdır. Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır." Şair təxminən 1494-cü ildə İraqda doğulmuşdur. Atası Süleyman Azərbaycan ərazisindən İraqa köçmüş ziyalı bir şəxs idi. Qaynaqlar Füzulinin türklərin Bayat boyuna mənsub olduğunu göstərir. Bayat boyu türk qəbilələri arasında sazla, sözlə bağlı olan bir toplum kimi tanınmış, hətta özlərinə məxsus poetik bir janr bayatı da yaratmışlar. Azərbaycan Oğuz söz sənətinin beşiği başında duran Böyük Dədə Qorqudun da Bayat boyundan çıxdığı Kitab-ı Dədə Qorqud dastanının müqəddiməsində qeyd edilmişdir. Şairin yaşadığı dövr özünün ictimai-siyasi hadisələri, feodal müharibələri ilə seçilən bir dövrə təsadüf edir. O zaman İraq 1508-ci ilə qədər Azərbaycanın Ağqoyunlular dövlətinin tərkibində olmuşdur. 1508-ci ildə Şah İsmail Səfəvi tərəfindən alınan İraqda Şiə müqəddəslərinin məqbərələrinin təmirinə xüsusi fikir verilir və Füzuli də mömin bir şiə kimi uzun müddət İmam Hüseyn və Həzrəti Əli türbələrində xidmət edir. Türk divanını və bir sıra başqa əsərlərini bu dövrdə yazmışdır. Şah İsmail Xətai həsr etdiyi güman edilən Bəngübadə, yəni Tiryək və Şərab poeması da bu dövrün məhsuludur. 1534-cü ildə İraq Osmanlı hökümdarları tərəfindən tutulduqdan sonra Füzulinin həyat və yaradıcılığında yeni bir mərhələ başlanır. Leyli və Məcnun poemasının yazılması da məhz bu dövrə təsadüf edir. Şair Şah İsmail Xətai ilə Osmanlı hökümdarı Sultan Səlim arasındakı hakimiyyət çəkişmələrini, Türkün qüdrətini zəiflədən bir proses kimi nəzərdən keçirir və bunu bütün Türk və İslam dünyasına vurulacaq bir zərbə kimi qiymətləndirirdi. Füzulinin həyatına aid faktlar sırasında onun Sultan Süleyman qanunu ilə əlaqələri və Türk hökümdarı tərəfindən ayda 9 axça, yəni gümüş pul məbləğində təqaüdlə təmin olunmasına dair məlumatlar mühüm yer tutur. Ancaq Osmanlı dövlətinin bürokratik və rüşvətxor sistemi bu təqaüdü almağa şairə imkan verməmiş, bununla bağlı məşhur şikayətnamə əsərini yazmışdır. Salam verdim, rüşvət deyil deyə almadılar məşhur ifadəsi ilə şair Osmanlı dövlətində fəaliyyət göstərən vəqf idarələrinə güclü bir zərbə vurmuşdur. Yaradıcılığı ilə aləmə səs salan Füzulinin həyatı haqqında təəssüflər ki, əlimizdə məlumat yoxdur. Türk qaynaqlarına görə şairin söylədiklərinə əsasən deyə bilərik ki, 14-15 yaşlarında
O Ərəbcə dərs aldığı Rəhmətullah Əfəndinin qızına aşık olmuş ve şiir yazmağa başlamıştı. Onlar evlenmiş ve Fəzli adında bir oğulları olmuştur. Füzuli 1556-cı ildə Kərbəla şəhərində taun xəstəliyindən vəfat etmiş ve İmam Hüseyin məqbərəsinin astanasında dəfn edilmiştir. O şərq klasik ədəbiyyatında Füzuli təxəllüsü ilə şeirlər yazan bir şair kimi tanınmıştır. Füzuli sözünün iki mənası var. 1. Bu sözün mənası gücsüz, aciz, fağır mənasına gəlir. 2. Füzuli sözünün ikinci mənası isə qüdrətli, hünərli deməkdir. Füzuli klasik şərq şeirinin bütün janrlarından istifadə etmiştir.